Bu filmdə Sədaqət xanım tərəfindən təklif olunanda sırf öz xarakterimə, insan kimi xarakterimə uyğun gəldiyinə görə bu film obraz məni özünə çəkdi. Sonradan ssenarini oxuyandan sonra müəyyən təkliflər də elədim Sədaqət xanıma, müəyyən şeylərə də əlavələr də elədik, müəyyən dəyişikliklər də elədik. Bayaq çıxışımda da dedim, təqdimatda, yəni mənə görə ən önəmli tərəfi filmin milli olmasıdır. Yəni o mənada milli olmasıdır ki, heç kimə, heç bir cərəyana, heç bir dünya kinosunda hansısa bir istiqamətə yarınmır və təqlid eləmir, təkrarlamır. Bütün əyər-əksikləri ilə, bütün nöqsanları ilə öz filmimizdir. Bu filmdə Sədaqət xanımın ailə dəyərlərini ortalığa qoymağını görürük. Bu mənim də konservativ olmasam belə, amma ənənələrə söykənən bir adam olduğum kimi, eyni zamanda sənətçi olduğum kimi mənim marağımı kəsb edir. Və ona görə də bu filmə çox belə canı dildən, böyük məmnuniyyətlə qoşulmuşam. Nə qədər uğurlu alınıb, nə qədər alınmayıb, onu tamaşaçılar deyəcək. Bir kəlmə sonda onu deyim ki, mənim ustadım Vaqif İbrahimoğlu'nun bir sözü var. Deyir ki, uğursuz heç bir iş yoxdur. İstənilən iş növbəti iş üçün hansısa bir təcrübədir. Və bu da bizim üçün növbəti bir təcrübə idi. İnşallah ümidvaram ki, bundan da daha gözəl filmlər ərsəyə gətirə biləcəyik. Bu film mənəviyyata bir çağırışdır. Yəni, biz bəzən insanların yanından keçirik, onların ürəklərindən xəbərimiz olmur. Mən öz filmimlə insanlara demək istəmişəm ki, elə-belə keçməyin insanların yanından, onların qəlblərinə bir boylanın. Görün, orada nə təbəddülatları baş verir, orada nə faciələr var. Düz bir ay biz kənddən tərpənməmişik, gecə-gündüz çəkmişik. Qusarın İmamqulu kəndində aparılıb çəkilişlər və biz sellərə də düşmüşük, biz yağmurlara düşmüşük, çətinliklər çəkmişik, amma biz oradan çıxmamışıq kənddən. Ki, o ab-havanı bir saxlayaq, o ruhu davam elətdirək və gecə-gündüz çəkilişlər aparmışıq. Ona görə mən o çəkiliş heyətinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Çox peşəkar uşaqlarla çalışırdım, həzz alırdım onların içindən. Mən çox istəyirəm ki, biz Azərbaycan olaraq öz milli kinomuzu yaradaq.